Bərdə rayonunda fəaliyyət göstərən pambıq zavodu Ağqızılın qəbuluna başlayıb. Zavod Bərdə, Tərtər və Ağdam rayonlarındakı məntəqələrdən pambıq qəbulunu həyata keçirir. Mütəxəssislər bildirirlər ki, tarlalarda məhsul bol olsa da, Ağqızılın zavoda təhvil verilməsi prosesi ləng gedir. Buna səbəb fermerlərin satdıqları pambığın müqabilində vəsait ala bilməmələridir. İndiyə nə qədər biz yığmasaydık 700-800 ton pambıq toplamalıydı. Pambıq sahələrdədir, vəsait söz veriblər, amma bugün yenə də yoxdur. Ona görə də fermerlərdə çətinlik var. Pambığı gətirib verə bilmirlər. Belə verə bilmirlər ki, vəsait dərdindən vermirlər. Nəticədə sahələrdə qalan məhsulda quruma gedir və çəkisi yüngülləşir. Bir traktor qoşqusu həcmində təzə yığılan pambığın çəkisi 3 ton gəlirsə, qurumadan sonra bu göstərici 2 tona enir. Fermerlər deyirlər ki, məhsulun qiyməti də aşağıdır. 1 kiloqram pambığın daşıma xərci ilə birlikdə qiyməti hazırda 42 qəpikdir. Pambıq əkənlərə Ağqızılı hətta 38 qəpiyə satmaq barədə bəzi zavodlardan təkliflər də gəlir. Ancaq bu rəqəm onları qane etmir. Heç kəs məsələn aparıb 38 qəpiyə vermək istəmir. Gözləyirik ki, bu şirkət bizim 3 tərəfli müqaviləmiz var. 41 qəpiyə bizim pambığımızı götürsün. Biz də xərcimizi, borcumuzu ödəyək. Bildirək ki, Bərdədəki pambıq zavodu indiyədək 250 tona yaxın məhsul qəbul edə bilib. Elnari İbrahimova, Daşqın Abdullayev, Zey İsmailov, Bərdə.